Təsəvvür edin ki, bir qərar, sadəcə bir imza, bir uşağın bütün gələcəyini, bütün taleyini dəyişə bilər. Bax, bugün məhz belə bir qərardan danışacağıq. Söhbət Azərbaycan Ali Məhkəməsinin 6 aprel 2026-cı il tarixli qərarından gedir. Bu qərar demək olar ki, övladlığa götürmə sistemini başdan ayağa yenidən yazıb. Bəs bu dəyişikliklər əslində bizim üçün, uşaqlar üçün nə deməkdir? Gəlin, birlikdə dərinliyinə gedək. Yəni, bu sənəd sadəcə bir kağız parçası deyil, bu bütün ölkənin məhkəmələri üçün vahid bir standart deməkdir. Başqa sözlə, bu bir tövsiyə, bir məsləhət deyil, yox. Bu bütün hakimlər üçün mütləq əməl olunmalı yeni oyun qaydalarıdır. Bax, bütün bu söhbətin canı da elə bu sualdır. Görəsən, bu dəyişikliklər sadəcə sənədləşməni, bürokratiyanı dəyişir, yoxsa bu həqiqətən də uşaqların taleyinə birbaşa təsir edən daha dərin, daha fundamental bir transformasiyadır. Gəlin birlikdə aydınlaşdıraq. Gəlin qısaca baxaq görək bizi nə gözləyir. Əvvəlcə, səlahiyyətlərin necə bir mərkəzdə toplandığına baxacağıq, sonra rəqəmsal sistemə keçiddən uşaqların səsinin necə daha güclü eşidiləcəyindən danışacağıq və məhkəmələrə verilən yeni çevikliyi araşdıracağıq. Sonda isə köhnə və yeni modelin fərqini ümid edirəm ki, çox aydın görəcəyik. Yaxşı, başlayaq ilk mövzudan. Böyük dəyişiklik. Bu, qanunvericiliyə edilən xırda bir düzəliş, kiçik bir əlavə deyil, əsla. Bu qərar övladlığa götürmə işlərinə baxan bütün məhkəmələr üçün tamamilə yeni bir yol xəritəsidir və bütün prosesə yanaşmanı kökündən dəyişir. İndi gələk əsas dəyişikliklərdən birinə. Bütün səlahiyyətlərin tək bir qurumda cəmlənməsi. Bilirsiniz, bu sistemin idarə etmə modelində həqiqətən də çox ciddi bir yenilikdir. Baxın, əvvəllər necə idi? Əsas söz sahibi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi idi. İndi isə hər şey, yəni rəy verməkdən tutmuş razılıq məsələsinə qədər, hər şey bir ünvanda cəmləşib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi. Bu dəyişikliyi bir növ tərəzi kimi düşünə bilərik. Tərəzini bir gözündə əlbəttə sürət var, effektivlik var, çünki hər şey bir yerdən idarə olunur, proses aydınlaşır. Amma o biri gözündə risklər də var, deyilmi? Bütün nəzarətin tək bir qurumun əlində olması məhkəmələrin ondan bir növ asılı vəziyyətə düşməsinə səbəb ola bilər. Hər şey bu yeni sistemin praktikada necə işləyəcəyindən asılıdır. Və islahatların ikinci vacib ayağı rəqəmsallaşma. Yəni, artıq o köhnə, qalın qovluqları, kağızları unudun. Artıq bütün proses vahid bir elektron sistem üzərindən idarə olunacaq. Bu, kağızla işləyən, bəzən çox ləng gedən sistemdən tam imtina deməkdir. Hüquqşünaslar bu sistemə bilirsiniz nə deyirlər? Məhkəmədən əvvəlki filtr. Qəşəng səslənir, hə? Amma mənası çox sadədir. İş məhkəməyə gəlib çatmamışdan əvvəl bütün sənədlər, bütün məlumatlar bu elektron sistemdə yoxlanılır, sistemə salınır və hazır vəziyyətə gətirilir. Bu da təbii ki, məhkəmənin işini xeyli yüngülləşdirməlidir. Bax, bu bəlkə də yeni qaydaların ən sərt, ən konkret tələblərindən biridir. Məhkəmə işə başlamazdan qabaq mütləq yoxlamalıdır ki, həm uşaq, həm də onu evladlığa götürmək istəyən ailə elektron sistemdə qeydiyyatdadırmı? İstisnasız. Bu tələb həm Azərbaycandakı, həm də beynəlxalq övladlığa götürmə işlərinə aiddir. Yaxşı, sistemin daha sürətli işləməsindən, rəqəmsallaşmadan danışdıq. Bunlar vacibdir. Amma indi gəldik bütün bu dəyişikliklərin ürəyinə, mərkəzinə, yəni uşaqların özünə. Yeni qaydalarla uşaqlar artıq prosesin obyekti deyirlər. Öz taleylərində söz sahibi olan aktiv iştirakçılardır. Gəlin görək necə. Yadda saxlayın. İlk açar rəqəmimiz 7. Nə deməkdir bu? Əgər bir uşağın 7 yaşı varsa, məhkəmə onun fikrini mütləq dinləməlidir. Amma bu formal bir söhbət deyil. Prosesdə mütləq bir pedaqoq və ya psixoloq da olur ki, uşaq özünü tam sərbəst, rahat hiss etsin və fikirlərini heç bir təzyiq olmadan ürəkdən ifadə edə bilsin. Və növbəti, çox vacib açar rəqəmimiz 10. Bir anlıq təsəvvür edin. 10 yaşında bir uşaq var, amma səhhəti imkan vermir ki, məhkəməyə gəlsin. Köhnə sistemdə bu problem ola bilərdi. Amma indi, qətiyyən, yeni qaydaya görə məhkəmə özü uşağın olduğu yerə gedir. İstər xəstəxana olsun, istər ev. Bu, uşağın hüquqlarına verilən dəyərin ən bariz nümunəsidir. Yaxşı, bütün bu qaydaları, dəyişiklikləri bir-birinə bağlayan bir fundamental prinsip var. Bütün islahatların təməlində dayanan bir fəlsəfə. İndi gəlin ondan danışaq. Çünki bu prinsip məhkəmələrə əvvəl heç olmayan bir çeviklik verir. Uşağın üstün mənafələri. Bu üç söz artıq sadəcə hüquqi bir termin deyil, bu mürəkkəb işlərdə hakimlər üçün əsas meyardır. Yəni, əsas sual artıq qanunun hərfi nədir deyil, əsas sual konkret bu uşaq üçün ən yaxşı olan nədir sualıdır.
Gəlin bunu real bir misalla anlayaq. Deyək ki, qanunda övladlığa götürənlə uşaq arasında minimum 16 yaş fərq olmalıdır. Amma bir uşaq düşünün ki, illərdir onu böyüdən, qayğısına qalan nənə və babası ilə yaşayır. Onlarla arasında çox güclü, sarsılmaz bir bağ yaranıb. Məhz belə bir vəziyyətdə məhkəmə sırf uşağın rifahını, onun o isti ailə mühitini qorumaq üçün deyə bilər ki, bəli, yaş fərqi tələbə uymur, amma bu uşaq üçün ən doğrusu budur. Bu, qanunun hərfindən çox insanın xoşbəxtliyini önə çəkən bir yanaşmadır. Yaxşı, bütün bu parçaları birləşdirəndə ortaya nə çıxır? Ortaya çıxan mənzərə odur ki, biz Azərbaycanda bütün övladlığa götürmə sisteminin sadəcə kiçik bir islahatın yox, tam bir model dəyişikliyinin şahidi oluruq. Fərqə bir baxın, çox aydındır, deyilmi? Bir yanda o köhnə, ağır işləyən, pərakəndə, kağız əsaslı bürokratiya, digər yanda isə çevik, mərkəzləşdirilmiş, rəqəmsal və ən əsası, uşağın mənafeyini hər şeydən üstün tutan bir modelə keçid edirik. Məhkəmənin rolu da dəyişir. Pasiv sənəd yoxlayan qurumdan uşağın taleyini aktiv şəkildə araşdıran bir orqana çevrilir. Deməli, əsas nəticəmiz budur. Bütün bunlar qanunlarda edilən texniki düzəlişlər deyil. Bu, evladlığa götürməyə yanaşmada köklü, fəlsəfi bir dəyişiklikdir. Artıq sistem uşağın ətrafında fırlanır. Uşaq sistemin ətrafında deyil. Və bu izahı bir sualla bitirmək istəyirəm. Bəli, qanunlar, qaydalar dəyişdi. Kağız üzərində demək olar ki, ideal bir model quruldu. Amma bu modelin hər bir uşağın həyatında real, müsbət bir dəyişikliyə çevrilməsi üçün daha nələr edilməlidir? Bax bu, üzərində hamımızın düşünməyə dəyər bir sualdır.